Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Cümhuriyyət qəzetinə açıqlamasında bir çox vacib məsələyə toxunub. Səfir bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması və sərhədin açılması prosesini Türkiyə ilə koordinasiyalı şəkildə yürüdür. Səfir sərhədlərin açılmasının 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra mümkün ola biləcəyini vurğulayıb. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan müddəalar var və bunların aradan qaldırılması vacibdir. Yalnız sözü gedən maddələr konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalana, normallaşma prosesi sürətləndirilə, paralel olaraq Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi də mümkün ola bilər. Türkiyədəki müəyyən qruplar səfirin açıqlamalarını fərqli məzmuna yozaraq Azərbaycan əleyhinə aparılan kampaniyanı genişləndirməyə çalışırlar. Rəşad Məmmədovun açıqlamasını sanki Bakı-Ankara ilə İrəvan arasında normallaşma və sərhədlərin açılması prosesinə mane olurmuş kimi təqdim edirlər. Bunu edənlərin isə məqsədi bəllidir. İki qardaş xalqı bir-birinə qarşı qoymaq. Azərbaycan və Türkiyənin münasibətləri hər hansı şəxslər, qruplar, qüvvələrin həmlələri ilə zərər görəcək qədər zəif deyil. Ona görə də oyun məhz Türkiyə xalqının duyğuları üzərindən qurulur, spekulyasiya və manipulyasiya formalaşdırılır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.